Həftə sonu Respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi nəzərə çarpacaq dərəcədə artır. Bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin həftə sonu səfərə hazırlaşan sürücülərə müraciətində qeyd olunub. Bildirilib ki, intensivliyin artması qəza riskini də yüksəldir. Çoxillik müşahidələr göstərir ki, adətən həftə sonu Respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi nəzərə çarpacaq dərəcədə artırır. Nəqliyyat axının tənzimlənməsi məqsədi ilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol nəqliyyat hadisələri qeydə alınır. Vurğulanıb ki, sürücülər nəqliyyat vasitəsilə yola çıxarkən bir sıra nüanslara diqqət etməlidirlər. Baş Dövlət Yol Polisi İdarəsi həftə sonu xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırırıq. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi onu da qeyd edib ki, sürücülərin yol hərəkəti zamanı intizamlı olması, qaydalara əməl etməsi həm özlərinin, həm də başqalarının həyatına verdiyi dəyərdir. Arzu Xəlilova, Xəzər xəbər.